Dostlar, mən Rəzi İsmailov. Videoma və kanalıma xoş gəlmisiniz. Videoma keçməmişdən öncə videomu bəyənməyi və abunə olmağı unutmayın. İlk öncə videomuz haqqında sizə məlumat verim. Bugün maraqlı bir mövzu ilə sizin qarşınızda olacağam. Bugün mövzumuz daimi yaddaş qurğuları, RAM və prosesorlar haqqında məlumatımız olacaq. Vaxt itirmədən keçək videomuza. An eternity later. Gördüyünüz kimi ilk öncə daimi yaddaş qurğuları haqqında sizə məlumat verim. Daimi yaddaş qurğuları, yəni bir məlumatı daimi yaddaş, yəni daimi saxlayan qurğulara deyilir. Bunlardan hansılardır? Bunlara HDD, SSD, USB və micro CD kartlar da demək olar. Bunlar harada istifadə olunur? HDD və SSD-lər kompüterlərdə, daşınabilənlərdə və masaüstlərdə istifadə olunur. USB və micro CD kartlar isə, yəni USB portu dəstəkləyən cihazlarda istifadə olunur. Bunlar USB bir məlumatı, yəni daşınabilən məlumat qurğusudur. Bir məlumatı yüklədiyinizdə istənilən bir cihazın, yəni USB portu varsa, ora qoşub ya ona məlumat yükləyə bilərsiniz və yaxud da məlumatı götürə bilərsiniz. Micro CD kart da həmçinin, yəni micro CD kart dəstəkləyən cihazlarda istifadə olunur. Bunlara smartfonlar, video kameralar və fotokameralarda götürmək olar. Micro CD kartlar da daşıda bilən yaddaş qurğusudur. Hər hansı bir məlumatı oraya yükləyib və yaxud da özünüzə götürə bilərsiniz. Daimi yaddaş qurğularından olan SSD və HDD nədir? SSD açılışı Solid State Driver deməkdir. Bunlar yəni daimi yaddaş qurğusudur. Solid State Driver-da açılışı, yəni Solid State Driver-da Azərbaycanca tərcüməsi bərkarlı sürücü deməkdir. HDD-nin açılışı isə sərt disk deməkdir. Bunlar nə işə yarayır? Bunlar bu HDD-dir, bu isə SSD-dir. Bunlar kompüterin daimi yaddaş qurğusu hesab olunur. Bunlar daşına bilinməyən yaddaş qurğularıdır. HDD-lərdə üzərində gördüyünüz bu disk fırlanır. Bu disk əgər, yəni baxın, gördüyünüz burada disk var. Bu isə yaddaş qurğusu fırladır onu. Bu yaddaş qurğusu yəni məlumatları yazmaq üçün və yaxud da emal etmək üçün, yəni bu diski fırlanaraq istifadə olunur. Hər hansı bir məlumatı daxil etdikdə və yazdıqda və bu diskin, yəni gördüyünüz bu disk üzərində bu qurğu fırlanaraq bu məlumatı yəni yaddaşa yazır və yaxud da məlumatı emal edir. HDD-lərin oxuma yazma sürəti zəif olduğuna görə bunu hesablama olmayan işlər üçün istifadə olunur və yaxud da bir şəkillər, filmlər və yaxud da digər faylların saxlanması üçün istifadə olunur. SSD-lər isə ağır bir oyunlar üçün və yaxud da ağır proqramlar istifadə edəcəksinizsə, SSD sizə tövsiyə görülür. SSD-lərin 3 növbələrə bölünür. 2.5 düymlü SSD-lər, M2 SATA SSD-ləri, M2 NVMe SSD-ləridir. 2.5 düymlü SSD-lərin oxuma yazma sürəti 500-600 megabit saniyə olur. M2 SATA SSD-ləri isə oxuma yazma sürəti 500-600 megabit saniyə olur. Amma M2 NVMe SSD-lər ən güclü SSD-lərdir. Bunların oxuma yazma sürəti 7300 olur. Gördüyünüz, əgər bunda fırlanırsa, yəni biz kompüteri yandırma düyməsinə basılı tutub söndürürüksə, BIOS bunu heç bir qurğuya xəbər vermədən söndürür. Bu isə kompüter üçün ziyandır. Bu sim, yəni bunun başında iynə var və bunun da aralarında qatlar var da. Bu qatların içinə girərək fırlanır. Söndürəndə isə, yəni ona BIOS heç bir qurğuya xəbər vermədiyinə görə üzərindəki olan iynə diskin üzərində cıza gedir. Və bu da isə ya məlumatda ya HDD xarab olur, ya da ki məlumatlar pozulur, tamamilə pozulur. Amma SSD-nin bir gözəl, yaxşı bir xüsusiyyəti vardır ki, onda nə fırlanan disk var. Gördüyünüz bu fırlanan disk bu SSD-də yoxdur. Onun ən yaxşı xüsusiyyəti fırlanan diski olmamasıdır. SSD-də bir yaxşı xüsusiyyəti vardır ki, çox güclü proqramlarda və ağır proqramlar üçün istifadə olunur. Ən yaxşı tövsiyə və yaxud da kompüter yığırsınızsa və yaxud da yeni bir kompüter alırsınızsa, ən güclü
M2, NVMe SSD-ləri tövsiyə görürəm. RAM nədir? İlk öncə RAM haqqında məlumat verim. RAM müvəqqəti yaddaşdır, yəni buna el arasında uçucu yaddaşdır deyirlər. RAM gördüyünüz bu RAMlardır. Bu bayaq göstərdiyim bu RAM, yəni xüsusi bir dizayn növünə təsərrüflanıbdır. Amma bu isə sadə bir RAMdır. İlkin olaraq deyim ki, RAM nədir? RAM, məsələn, kompüteri açanda əməliyyat sistemi SSD-lərdən VCD aparıb və yaxud da hansı bir qurğu olarsa, o əməliyyat sistemini aparıb RAM-ın üzərində oluşturur və RAM isə bunu əməliyyat sistemi götürür və bunun yaxşı, yəni sürətli açılmasını təmin edir. Bunlar da RAM uçucu yaddaşdır, yəni daimi yaddaş qurğularına aid deyil və RAM nə işə yarayır? Əməliyyat sisteminin sürətləndirməsi işini görür. Əgər kompüter bir dəqiqədən açılırsa, güclü RAM və yaxud da güclü SSD taxdıqda bir dəqiqədən 5-10 saniyəyə yenir. RAM isə müvəqqəti, yəni yenə dediyim kimi müvəqqəti yaddaşdır. Yəni daimi yaddaş qurğusu deyil. Biz kompüteri açdıqda, yəni hansı bir proqrama giriksə, onu sürətləndirmək üçün də nəzərdə tutulmuşdur. Əgər kompüteri söndürəndə isə RAM-da olan məlumatlar silinir. Prosesorlar. Bildiyiniz kimi hamımızın kompüterində, keçən dərs göstərdiyim kimi, hamımızın kompüterində prosesor mövcuddur. Bu prosesor nə işə yarayır? Bu prosesor məlumatı yığır və emal edir. Bunlara hal-hazırda dünya bazarında olan iki nəhəng şirkət mövcuddur. Bunlara Intel Core i9, yəni Intel Core, bir də AMD Ryzen şirkətləri mövcuddur. Bu göstərdiklərim gördüyünüz kimi Intel'in i9 versiyasıdır, bir də AMD Ryzen'ın 9 versiyalarıdır. Bunlar nə işə yarayır? Prosesorlar sürətli olmalıdır ki və daha ən bağlısı və keyfiyyətli olmalıdır ki, məlumatı tez yığıb və tezdə emal edə bilsin. Onlar bir saniyədə 3,7 milyard əməliyyatı yerinə yetirə bilirlər. Intellərdən ən güclüsü, dünya bazarında ən güclü olan AMD Ryzen'dır. Intel i9 isə çox qızdığına görə bunu çox vaxt istəmirlər. Prosesorlarda AMD Ryzen və Intel Core-ya qarşılaşdırma bu gün edəcəyik. Intel Core i9, gördüyünüz bu Intel'dir, Core i9. Bu da isə AMD Ryzen'dır, AMD Ryzen 9. Ən güclü tövsiyə AMD Ryzen 9'dur. Çünki AMD Ryzen 9 çoxlu qızmır və termopasta da buna dözümlü olur. Amma Intel Core i9 X seriyasında overclocking olduğunda bu prosesoru daha da, yəni overclockingdə keçən dəfə dediyim kimi bir prosesorun standart sürətini standartdan yuxarı qaldırmaqdır. Bu isə kompüter üçün çox zərərlidir. Bu olduğuna görə kompüter daha çox qızır və bunda fana və yaxud fana heatsinkə və termopastaya ehtiyac yaranır. Intel'lərdə, Core i9'larda X seriyasında termopastanı yeni vurduqda bir aydan sonra açıb baxsaq görəcəksiniz ki, termopasta əriyib yoxa çıxdı. Amma AMD Ryzen 9'da belə deyil. Çünki AMD Ryzen 9 çox sürətli olsa da çox qızmır. Bunun üçün də termopastanı təzə vursanız, 6 aydan sonra çaldı baxıb görəcəksinizsə, bu hələ də öz yerində qalır. Ən yaxşı tövsiyə isə AMD Ryzen 9'dur. Qiymət fərqində baxsaq, Intel Core i9'lar, Azərbaycanda təxmini qiyməti 1300-1400 arasında dəyişir. AMD Ryzen isə Azərbaycanda qiyməti 1200-1300 qiymət arasında dəyişir. Qiymətinə, münasibliyinə baxmayaraq, eyni qiymət olsalar da ən yaxşı tövsiyə AMD Ryzen 9'u tövsiyə edirəm. Və yaxud da kompüteri alsanız və kompüteri yığsanız, ən yaxşı tövsiyə AMD Ryzen almaqdır. Çünki AMD Ryzen 9 yüksək performans və qızmır. Amma Core i9 isə çox qızdığına görə Core i9'u çox insan almırlar. Amma Azərbaycanda isə %70% Intel şirkətinin kompüterləridir. %30% isə AMD Ryzen kompüterləri təşkil edir.
Bu günlük bir mövzumuzun da sonuna gəldik. Belə videoların gəlməsi üçün videoyu bəyənməyi və abunə olmağı unutmayın. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın.